Deməli, uşaqlar, neçə vaxtdır video qoymuram, nə yadıma düşüb. Heç görməmişəm, heç fikir verməmişəm də. Deməli, Eurovision'da Ukraynanın çıxışına baxdım, təsadüfən qabağıma çıxdı. Ayalı, oğlanın o geyimi nə qəşəng idi, qıpqırmızı kostyum geyinib, deməli, saçları da sapsarı eləyiblər, elə qəşəng görsənirdi. Öyle kostyumunun üstünə belə xüsusi tikmələri eləyiblər, o tikişləri mən də eləyirəm. Bilirəm də, yəni əl işi ilə məşğulam, bilirəm ona nə deyirlər. Xüsusi naxışlar da olar, orada hər paltar tikən maşını elə bir ki, o üzrə tikə bilmir də. Yəni onu tikmək üçün, yəni o munduqları o kostyumun üzərinə düzəndə elə bir ki, o əvvəlcədən kostyumun üzərində hazır gəlmir də. Yəni kostyum ana parça olaraq elə bir ki, tək parça tikilir. Kostyum tikilib hazır olandan sonra o munduqlar, o bəzək əşyaları səhv eləmirəmsə ya əllə işlənilir. Yəni munduqlar tək-tək düzülür ya munduq maşınıyla düzülürlər də onu paltarın kostyumun üstünə. Amma onun dekorasiyasını, formasını ancaq onu geyinən adam özü sifariş verir ki, məsələn, mən istəyirəm ki, munduqun forması məsələn ay şəklində olsun, ya ulduz şəklində olsun, ya günəş olsun, ya nə olsun, bilirəm də onu. Təxmini illəyə geyinən adamları çox görürəm də, bilirəm ki, necə olur. Ya da belə bir şey var yadımdadır ki, biz o vaxt toxunmalı zat deyildik. Yəni mən özüm də toxuyanda eləyirəm də. Məsələn, qolbaq toxuyuram. İstəyirəm ki, məsələn, toxuduğum qolbağın üstündə kəpənək olsun da. O kəpənəyi mən onun üstündə toxunmuram. Çünki heç bir toxunmanın üstündə başqa bir naxışı əlavə bir şəkildə üstünə tikmək olmur. Onu mütləq eləyəndə kənarda hazır eləyib onun üstünə qoymalısan da. Yəni mənə elə gəlir ki, o oğlanın geyindiyi paltarı da elə bir ki, kostyumu, qırmızı kostyumu təkcə tikirlər. Sonradan onu munduq aksesuarlarını hazırlayıb özünə yapışdırırlar üstünə. Öyle o Swarovski daş falan deyil, nəsə başqa bahalı rəngli daşlardır. Mən təzə görmüşəm o oğlanın çıxışını. İndi səhifəsinə də baxaram. Ukraynanı təmsil edən səhifəsinə də baxaram. Yəni gəzirəm səhifəsində görüm, yəni nələr qoyur, nə paylaşır. Amma elə düzəldiblər ki, dəhşət heyran qaldım da. Yəni elə hazırlayıblar incəliklə, paltarla, geyimlə, necə qəşəng düzəldiblər ki, o oğlanın elə bir ki, geyindiyi qırmızı kostyumdan o saçını eləyiblər sapsarı, o da elə bir ki, onun üstünə oturub da. Məsələn, o saç stilinə, saç rəngi qara olsa, bunun məsələn qara deməzdim, ya qara saç olsa, gərək onun üstünə bir balaca zərf tökərlər ki, o qırmızı, məsələn, munduqlu kostyumdan o qara saç onu səhnədə tamamlasın da, o oğlanın görünüşünü. Amma o qırmızı pencəklə, o aksesuarla, munduqlu geyimlərlə elə bir ki, onun saçını sarı, elə düm sarı eləməkləri onu səhnədə çox qəşəng göstərir. Heç görməmişdim. Bir dəfə Instagramda dünən idi, haçanısı, elə belə qabağıma çıxdı. Dedim, abi, kimdir belə? Əvvəl çaşdım qaldım, dedim, bir də səhv yerə gedərəm, başqa səhviyə gedərəm də, yəni əlim dəyər eləyər. Amma sonra gördüm ki, yox, Eurovision səhifəsindəyəm, düz yerdəyəm, yəni rahat olmaq olar. Yəni başqa yerə dəyməyib də. Amma gördüm ki, yox, qəşəng paltar hazırlayıblar. O da kim eləyibsə, modelyeri, dizayneri kimdirsə, düppələndə üstünə işləyib də. Yəni elə bir ki, səhnədə gedəndə, gələndə, yəni bir dənə əyri əski bir şey yoxdur. Yəni üstündəki munduqları bir dənə mən bilirəm ki, o munduqlar kostyum tikiləndə elə bir ki, parçanın üstündə hazır olmur. Kostyumu tikirlər, qutarırlar, sonradan parçanın üstünə o munduqları düzürlər. Amma munduqların düzülüş formasını mənə elə gəlir ki, oğlan özü seçib. Çünki o hər kostyumda o cürə düzülmür. Məsələn, qolunda yağış damcısına oxşuyur, yaxasında məsələn ay ulduzu oxşuyur, kənarında məsələn günəş şeyini oxşuyur. Amma qəşəng paltardır. Belə.